Xaricdəki İran azərbaycanlıları öz vətənləri, yaxınları ilə necə əlaqə saxlayırlar? İsveçdə yaşayan Salih Kermani deyir ki, son günlər əlaqə tam kəsilib. Çox əndişəliyik. Məsələn, indi savaş başlayandan internetlər kəsilib. Demək olar içəridən çox ciddi bir bilgi ala bilmirik. Ailə üzvləri ilə, milli fəallardan, heç kəsdən. Zindanlərdən məxsusən xəbərimiz ola bilmir. Bəzi xəbərlər yayılıb. Məsələn, Urumiyədə dünən bomba nəticəsində bir ailənin 6 üzvü bərabər ölüblər. Sivil insanlar. Yəni orada yalnız bu bombaların altında əskəri obyektlər vurulmur. Türkiyədə yaşayan başqa bir İran azərbaycanlısı Mahmud Alizadə deyir, birbaşa ailə üzvlərindən xəbər tutmaq mümkün deyil. Hazırda yalnız müxtəlif ölkələrdə yaşayan soydaşlarının yaratdıqları ortaq qruplardan dolayısıyla xəbər ala bilirlər. Sosial şəbəkələr vasitəsilə bizim soydaşlar yurt dışında bir araya gəlincə WhatsApp qrupları var. Oradakı söhbətlərdən təxmin edirik ki, durum gedişat necədir. Yurt dışından içərini aramaq yox, daxildən eşiyi araya bilənlər olur, internet dışında. Məsələn, birisi yazır və ya söyləyir ki, mən Təbrizdə danışa bildim, Təbrizin hangi bölgəsində durum gedişat necədir. O yüzden çox belə iynə ucu qədər bilgilər bizə gəlib saxlayır, ondan çox gəlmir. Fevralın 28-də ABŞ və İsrail mübahisəli nüvə proqramına görə İrana qarşı hərbi əməliyyata başlayıb. Yayılan məlumatlara görə Azərbaycanlıların sıx yaşadığı bölgələrdə də hədəflərə zərbələr indirilir. İranın BMT-dəki daimi nümayəndəliyinin martın 7-sinə olan məlumatına görə İranda ölən mülki şəxslərin sayı 1300-ü keçib. İrandan xaricdə yaşayanlar deyir, bu cür xəbərlər eşidəndə ailə üzvlərindən narahatlıqları daha da artır. Amma İrandan məlumat almaq da günü-gündən çətinləşir.